və hər heyvanı qurban keçmək olmaz. Bəs qurban kəsərkən Bismillah demək və heyvanı qibləyə yönəltmək vacibdirmi? Müsəlmanların qardaşlığını möhkəmləşdirən ibadətlərdən sayılır. Əssəlamu aleykum və rəhmətullah, əziz izləyicilər. Mədinə Saatı verilişi ilə yenidən qarşınızdayıq. Bugün inşallah Qurban Bayramı, Zilhiccə ayı, həc ibadəti və qurban ibadəti barədə bəhs edəcəyik. Qonağımız isə Mədinə İslam Universitetinin Əqidə və Dəvət Fakültəsi üzrə məzunu İlham Vəlimətlidir. Xoş gəlmisiniz İlham müəllim. Xoş gördük. Hər birimizə məlumdur ki, artıq Hicri təqviminin son ayı olan Zilhiccə ayına qədəm qoymuşuq. Bu ayı digər aylardan fərqləndirən və daha fəzilətli edən amillər nələrdir? Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə rasulihil əmin və alə alihi və sahabetihi əcməin. Əmmə bə'd. Bəli, qeyd etdiyiniz kimi artıq Zilhiccə ayına daxil olmuşuq. Zilhiccə ayının fəzilətlərinə dəlalət edən bir çox məsələlər var. Onlardan biri odur ki, Zilhiccə ayı haram aylardan sayılır. Bəzi alimlər qeyd edir ki, bu aylarda savab əməllər daha əzəmətli olur. Həmçinin eyni ilə günah əməllər də daha əzəmətli olaraq yazılır. Hər bir müsəlman çalışmalıdır ki, bu ayda ibadətlərə sarılsın. Çalışmalıdır ki, Allahın itaətində, ibadətində dursun və onun haram etdiyi şeylərdən çəkinsin. Həmçinin bu ayı daha fəzilətli edən amillərdən biri də odur ki, Uca Allah bu ayda bir neçə əzəmətli ibadəti bir yerə cəm etmişdir. Bu ibadətlərdən biri də həc ibadətidir. Həc ibadəti məlum məsələdir ki, İslamın 5 ərkanından biridir. Onun İslamda böyük əzəməti, böyük yeri var. Gücü çatan hər bir müsəlmana vacibdir ki, bu ayda həc ibadətini ömründə bir dəfə də olsa yerinə yetirsin. Həc ibadəti müsəlmanların birliyini göstərən, müsəlmanların qardaşlığını möhkəmləşdirən ibadətlərdən sayılır. Ona görə də Uca Allah həc ibadəti qarşılığında möminlərə, müsəlmanlara cənnət vəd edir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm səhih hədislərin birində buyurur ki, Əl-həccül məbrur leysə ləhu cəzəun illəl cənnə. Qəbul olunmuş bir həccin cənnətdən başqa bir mükafatı yoxdur. Həmçinin bu ayda yer alan fəzilətlərdən biri də Zilhiccə ayının ilk 10 günüdür. Çünki Zilhiccə ayının ilk 10 günündə edilən ibadətlər Uca Allah üçün daha sevimli ibadətlər sayılır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, Mə min eyyəmin əl-əməlus salihu fihinnə əhəbbu iləyhi min həzihil eyyəmil əşir. Elə bir Zilhiccə ayının ilk 10 günündə edilən ibadətlər Allaha digər günlərdə edilən ibadətlərdən daha sevimlidir. Bu da birbaşa həmin bu 10 günün fəzilətli olmasına dəlalət edir. Həmçinin bu ayda yer alan fəzilətlərdən biri də müsəlmanların sevinci olan, fərəhi olan Qurban Bayramı günlərinin yer almasıdır. Müsəlmanlar bu bayramda Allaha ibadət məqsədi ilə öz qurbanlarını kəsərlər. Həmçinin bu qurban ətlərindən yaxınlarına, qohumlarına paylayarlar və onları sevindirərlər. Qeyd etdiniz ki, Zilhiccə ayının ilk 10 günü ilin ən fəzilətli günlərindəndir. Bu günlərdə edilə biləcək xüsusi ibadət varmı? Zilhiccə ayında edilə biləcək xüsusi ibadətlər mövcuddur. Amma ilk öncə mən qeyd etmək istəyirəm ki, xüsusi ibadətlərdən öncə Zilhiccə ayının ilk 10 günündə edilən hər bir ibadət digər günlərdə edilən ibadətlərdən Allah üçün daha sevimlidir. Necə ki, öncəki hədisdə qeyd etdik. Həmçinin Zilhiccənin 10 gününün fəzilətinə dəlalət edən ibadətlərdən biri də Zilhiccənin ilk 9 gününü oruç tutmaqdır. Necə ki, bəzi hədislərdə rəvayət olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bu ilk 9 günü oruç tutardı. Həmçinin Zilhiccənin 10 gününə xas olan ibadətlərdən biri də bu günlərdə Uca Allaha təkbir deməkdir. Uca Allahın şənini tərifləməkdir, zikr etməkdir. Necə ki, alimlər buyurur ki, Zilhiccədə təkbirlər iki qism olur. Birinci qism odur ki, onlara ümumi təkbirlər deyilir. Zilhiccədə edilən təkbirlərin müxtəlif formaları varid olmuşdur. Onlardan ən yadda qalanı budur. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber və lillahil hamd.
bu zikri Zilhiccənin ilk günündən etibarən 9 gün demək müstəhəb əməllərdən hesab olunur. Və insan bunu yalnız namazlardan sonra deyil, yolda da, evdə də, bazarda da, hər bir yerdə deyə bilər və əfsəldir ki, çox təkrarlasın. Necə ki, bəzi səhabələrdən rəvayət olunur ki, onlar, misal üçün Əbu Hüreyrə və digər səhabələr bazara gedərdilər və uca səslə bu günlərdə təkbirlər deyərdilər və insanlar da onların təkbirlərini eşidib Allahı təkbir edərdilər. İkinci qism isə müəyyən olan təkbirlərdir. Bu təkbirlər də Zilhiccənin 9-undan sübh namazından sonra başlayır və bayram günləri bitənə qədər namazlardan sonra deyilir. Zilhiccədə olan fəzilətli ibadətlərdən biri də Ərəfə gününün orucudur. Necə ki, çox saylı hədislər bu günün fəziləti barəsində varid olmuşdur. Bu hədislərin birində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Səvmu yevmi Ərəfə tukəffirus sənəteyn, mədiyyətən və müstəqbələtən." Ərəfə gününün orucu bir il keçmiş və bir il gələcək olaraq 2 ilin günahlarına kəffarədir. Bu özlüyündə də böyük fəzilətdir. Böyük ibadətlərdən biri də qurban kəsmə ibadətidir. Hansı ki, qurban kəsmə ibadəti Zilhiccə ayının 10-una təsadüf edir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz qurbanını Zilhiccənin 10-u bayram namazından sonra kesmişdir. Bu barədə rəvayət olunan hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləmin əməli belə qeyd olunur. O, Qurban bayramının namazını qıldı, bayram xütbəsini verdi və öz qurbanını kəsdi. Peyğəmbər sallallahu aleyhi və səlləm öz qurbanını Zilhiccənin 10-u bayram namazından sonra kəsməsinə baxmayaraq, hansı ki, bu sünnədir və daha fəzilətlidir, qurban kəsmə müddəti ondan sonra 3 gündə davam edir. Və beləliklə, qurban kəsmə müddəti 4 gün olur. Zilhiccənin 10-u və ondan sonra gələn 3 gün. Beləliklə, qurban kəsmə ibadəti Zilhiccənin 10-u bayram namazından sonra başlayır və Zilhiccənin 13-ü gün batması ilə bitir. İlham müəllim, istərdim ki, qurban ibadəti haqqında daha ətraflı danışaq. Bu ibadətin tarixi, fəziləti, Quran və sünnədəki yeri barədə nə deyə bilərsiniz? Qurban ibadətinin tarixinə gəldikdə bilmək lazımdır ki, Uca Allah qurban ibadətini bütün ümmətlərə təyin etmişdir. Necə ki, Uca Allah buyurur, وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا. Uca Allah bu ayədə buyurur ki, biz hər bir ümmət üçün qurban kəsmə ayinini təyin etdik. Qurban kəsmə ibadətinin tarixi barəsində diqqət yetiriləsi məqamlardan biri də İbrahim əleyhissələmin qissəsidir. Uca Allah İbrahim əleyhissələmə öz övladı qurban kəsmə əmrini verir və bu peyğəmbərlər də Allahın əmrinə boyun əyərək, təslim olaraq bunu yerinə yetirməyə hazır olduqları bir vaxtda Uca Allah İsmail əleyhissələmi qurban kəsilməkdən xilas olmaq üçün onlara böyük bir qurbanlıq heyvan əta edir. Necə ki, Uca Allah buyurur, وَفَدَيْنَاهُ بِذَبْحٍ عَظِيمٍ. Biz İsmaili əzəmətli bir qurbanlıqla xilas etdik. Həmçinin İslamda da qurban ibadətinin böyük bir yeri, əzəmətli bir yeri vardır. Belə ki, Uca Allah bir çox ayələrdə qurban ibadətinin yerinə yetirilməsini əmr edir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də öz sünnəsində bizə bu ibadət barəsində danışır. Uca Allah Kəvsər surəsində buyurur ki, فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ. Rəbbin üçün namaz qıl, qurban kəs. Ənam surəsində buyurur ki, قُلْ إِنَّ صَلَاتِ وَنُسِكِ وَمَحْيَايَ وَمَمَاتِ لِلَّهِ رَبِّ الْعَالَمِينَ. De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Həmçinin qeyd etdiyimiz kimi Peyğəmbər sallallahu aleyhi və səlləm də öz sözü ilə və əməli ilə də bizə bu ibadətin İslamda əzəmətini göstərmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə 10 il yaşamışdır və bu 10 ilin hər bir ili qurban kəsmişdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədislərin birində buyurur ki, وَمَنْ ذَبَحَ بَعْدَ الصَّلَاةِ فَقَدْ تَمَّ نُسُكُهُ وَأَصَابَ سُنَّةَ الْمُسْلِمِينَ. Kim qurbanını Qurban bayramının namazından sonra kəsərsə,
o artıq qurban ibadətini tam olaraq yerinə yetirmişdi və müsəlmanların sünnəsinə isabət etmişdi. Həmçinin qurban ibadətinin fəzilətinə dəlalət edən məsələlərdən biri də odur ki, qurban ibadəti Allahın ayinlərindən sayılır. Kim Allahın ayinlərini əzəmətləşdirərsə, bu onun təqvasına dəlalət edir. Necə ki, Uca Allah buyurur, وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ Kim Allahın ayinlərini əzəmətləşdirərsə, bu qəlblərin təqvasından irəli gəlir. Alimlər qeyd edir ki, əgər qurban kəsmək Allahın ayinlərindəndirsə və bu ibadəti yerinə yetirmək də təqvadan irəli gəlirsə, qurban kəsən kəs artıq təqvasını bu ibadəti yerinə yetirməklə isbat etmiş olur. Bəs qurban hansı heyvanlardan olmalıdır? Bəli, bu çox mühüm mövzulardandır. Qurban ibadətinin yerinə yetirmək üçün xüsusi heyvanlar vardır və hər heyvanı qurban kəsmək olmaz. Ümumilikdə qeyd olunur ki, qurban kəsilən heyvanlar 3 cinsdən olur. Dəvə, inək və qoyun. Dəvəyə daxildir bir hörgüclü və yaxud 2 hörgüclü dəvə, inəyə daxildir inək və camış, qoyuna daxildir qoyun, qoç və keçi. Həmçinin burada qeyd olunması mühüm məsələlərdən biri də budur ki, qurbanlıq heyvanın yaşı da tam olmalıdır. Yəni, şəriətə uyğun olmalıdır. Yəni, hər yaşda olan heyvanı qurban kəsmək icazəli deyildir. Alimlər buyurur ki, qurban kəsiləcək heyvanın yaşı əgər dəvədirsə 5, əgər inək camışdırsa 2, əgər qoyun, qoç, keçidirsə 1 yaşında olmalıdır. Və həmçinin bəzi hədislərdə icazə verilir ki, 6 aylıq qoyun da qurban kesilsin. Necə ki, Cündəb radiyallahu anhudan rəvayət olunur ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə 6 aylıq qoyunu qurban kesdik. Qurbanlıq heyvan hansı eyblərdən uzaq olmalıdır? Bəli, bu da mühüm məsələlərdəndir və qurbanlıq heyvanın şərtlərindəndir. Qurbanlıq heyvanlar eyblərdən uzaq olmalıdır. Alimlər bu eybləri 2 yerə bölürlər. Qurbanlığın qəbul olunmasına, qurbanlığın doğru düzgün yerinə yetirilməsinə mane olan eyblər. Bu eyblər çox mühümdür və hər bir qurban kəsən heyvanda olan bu eyblərdən uzaq durmalıdır. Hansı ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə bu eybləri açıqlamışdır. Hədislərin birində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, 4 eyb vardır ki, o eyblərlə yanaşı həmin heyvanları qurban kəsmək icazəli deyildir. Onlardan birincisi, körluğu açıq aydın, bəlli olan tək gözlü heyvanları. Bu heyvanları qurban kəsmək icazəli deyildir. Həmçinin 2 gözü kör olan heyvanlar da bu eybə daxil olur və onları da qurban kəsmək icazəli sayılmır. İkinci eyb odur ki, açıq aydın xəstəliyi olan heyvanları qurban kəsmək icazəli sayılmır. Fərq etməz bu xəstəlik qurbanın dərisində olsun və yaxud ətində olsun və yaxud qızdırma nəticəsilə olsun, belə heyvanları qurban kəsmək icazəli sayılmır. Amma yüngül xəstəlik olarsa, bu heyvanları qurban kəsmək icazəli sayılır. Üçüncü eyb odur ki, heyvan topal, axsaq olmamalıdır. Əgər heyvanın digər heyvanlardan geri qalırsa, həmçinin otlamasında çətinlik çəkirsə, belə heyvanları qurban kəsmək icazəli deyil. Amma axsaqlığı yüngül olarsa və sürüdən geri qalmazsa, alimlər buyurur ki, belə heyvanları qurban kəsmək olar. 4-cü eyb isə heyvanın çox arıq olması və sümüyündə iliyinin olmamasıdır. Yəni, belə heyvanları da qurban kəsmək olmaz. Bunlar böyük eyblər sayılır və hər qurban kəsən bu eyblərdən uzaq durmalıdır. Digər qism eyblər isə, yəni bundan başqa olan eyblər isə kiçik eyblər sayılır. Şək yoxdur ki, hər bir müsəlman uca Allah üçün ildə bir dəfə yerinə yetirilən bu qurban ibadətində ən gözəl heyvanı qurban kəsməlidir. Amma buna baxmayaraq, əgər insan buynuzu qırıq, qulağında kesik olan və yaxud dəvə və inəkdə quyruğunun kesik olması eybi olan bir heyvan kəsərsə, onun qurbanı doğru sayılır. Amma yenə də fəzilətli olan odur ki, heyvanda olan bu eyblərdən uzaq dursun. İlham müəllim, qurbanlıq ətin paylanmasında hər hansı xüsusi bir qayda varmı? Qurbanlıq ətinin paylanmasında şəriətdə ümumi bölgülər gəlib, amma miqdar olaraq hiçbir şey varid olmamışdı. Ümumi bölgülərə gəldikdə isə Uca Allah buyurur ki, فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرِ Qurbanlıq heyvandan həm özünüz yeyin, həm də sıxıntıda olan kasıba da ondan
yedizdirin. İmam Şafii rahimehullah bu ayədən nəticə olaraq çıxarır ki, qurbanlıq heyvan iki hissəyə bölünür. Bir hissəsini qurban kəsən özü götürür, digər hissəsini isə kasıblara paylayır. Sünnədə də bu bölgü barəsində bəzi hədislər varid olmuşdu. Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədislərin birində buyurur ki, Kulu və ət'imu və dəxiru. Qurbanlıq heyvanın ətindən özünüz də yeyin, qohuma, qonşuya, yaxına da yedizdirin, həmçinin aciqə olaraq da özünüz üçün saxlayın. Həmçinin digər rəvayətlərdə keçir ki, və təsəddəqu, yəni kasıba da ondan sədəqə verin. Ümumilikdə nəticə olaraq budur ki, qurban kəsməkdə xüsusi vacib olan bir bölgü yoxdur. Amma insan yaxşıdır ki, səhabələrin əməlini dəlil götürərək qurbanı 3 hissəyə bölsün. Özü yesin, yaxınlarına, qohumlarına hədiyyə versin və kasıblara da bu paydan sədəqə etsin. Bəs qurban kəsərkən bismillah demək və heyvanı qibləyə yönəltmək vacibdirmi və bunu unudan insan nə etməlidir? Burada iki məsələni qeyd elədiniz. Birinci bismillah demək, sonra isə heyvanı qibləyə tərəf yönəldib kəsmək. Əksər alimlərə görə bismillah demək, yəni həm qurbanı, həm də digər heyvanları qurban kəsərkən bismillah demək vacibdir. Amma qurbanı qibləyə tərəf yönəltmək isə müstəhəb əməllərdən sayılır, hansı ki, səhabələr buna riayət etmişdir. Əgər bir insan qəsdi olmadan bismillah deməyi unudarsa və yaxud heyvanı qibləyə tərəf yönəltməyi unudarsa, onun üzərinə heç bir şey düşmür və onun qurbanı səhih sayılır. Amma kimsə qəsdli şəkildə bismillah deməyi tərk edərsə, o heyvanı yemək doğru hesab olunmur. Həmçinin qeyd etmək istəyirəm ki, qurban kəsərkən deyilən sözlərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin istifadə etdiyi sözlər də vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm qurban kəsərkən deyərdi ki, Bismillah, Allahu Ekber, Allahummə minkə və lək, Allahummə təqabbəl min Muhammed və min əli Muhammed. Bunu da demək sünnələrdən hesab olunur. Tərcüməsi belədir ki, Allahın adı ilə Allah ən böyükdür. Allahım, bu qurban səndəndir və sənin üçündür. Allahım, Məhəmməddən və onun ailəsindən qəbul et. Hər birimiz də qurban kəsərkən Allah Resulü sallallahu əleyhi və səlləm özünün və ailəsinin adından kəsdiyi kimi, biz də özümüzün və ailəmizin adından kesirik və deyirik ki, Allahım, məndən və mənim ailəmdən qəbul et. Qurban kəsməyə imkanı olub, bu ibadətdən yayınan kəslərə nə nəsihət edərdiniz? Belə kəslərə nəsihət etmək istəyirəm ki, ümumilikdə istəyir qurban ibadəti olsun və yaxud digər ibadətlər olsun, müsəlman çalışmalıdır ki, ibadətlərə həris olsun. Və bu məsələdə Allah Resulü sallallahu əleyhi və səlləmi nümunə götürsün. Necə ki, uca Allah buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ عُسْوَةٌ حَسَنَةٌ. Allah Resulündə sizin üçün gözəl nümunələr, gözəl örnəklər var. Hər birimiz çalışmalıyıq ki, Allah Resulü sallallahu əleyhi və səlləmə oxşayaq, ibadətlərə həris olaq. Allah Resulü sallallahu əleyhi və səlləm 10 il Mədinədə yaşadı və bu 10 ilin hər bir ili qurban kəsdi. Həmçinin o digər ibadətlərə də belə can göstərərdi. Belə həvəs göstərərdi. Rəvayət olunan hədislərdə qeyd olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o qədər namaz qılardı ki, ayaqları şişərdi. Hətta bəzi rəvayətlərdə ayaqları çatlayardı. Ondan bu barədə soruşduqda deyərdi ki, Əfələ əkuna abdən şəkura, məyər mən Allaha şükür edən bir qul olmayım mı? Və hər birimiz çalışmalıyıq ki, Allah Resulü sallallahu əleyhi və səlləmin nümunə götürək. Xüsusən də əgər qurban kəsmək imkanı varsa, bu fəzilətli əməli, necə ki, yuxarıda qeyd etdik ayələri, hədisləri, bu fəzilətli əməli tərk etməsin. Bacardığı qədər bu fürsətdən istifadə etsin. İlham müəllim, İslamofoblar Qurban bayramını heyvanların qətliamı kimi adlandırırlar. Əfsuslar olsun ki, bəzi müsəlmanlar da bu sözlərdən təsirlənir. Həmçinin həcc ibadətinə qarşı da eyni kampaniya neçə illərdir davam edir və deyirlər ki, həccə verdiyiniz o qədər pulu kasıblara versəz daha yaxşıdır. Bu kimi insanlara nə nəsihət edərdiniz? Bu şəxslərə müxtəsər olaraq necə cavab vermək olar? Ümumiyyətlə, qurban kəsmə ibadətini qətliyam adlandırmaq düzgün deyil. Çünki biz bilirik ki, hər gün milyonlarla heyvan müxtəlif məqsədlərlə kesilir. Ticarət məqsədi ilə və yaxud qida məqsədi ilə, əyləncə məqsədi ilə hətta bu heyvanlar kesilir. Yəni, bütün bunları göz yumub, yalnız ildə bir dəfə müsəlmanların bayram etdiyi gündə qurban kəsməsinə qətliyam demək şək yoxdur ki, adillikdən sayılmır və böyük
xətadır. Həmçinin İslam bu heyvanları vəhşicəsinə kesilməsini deyil, xüsusi qaydalar çərçivəsində kesilməsini əmr edir. İslamda heyvanın önündə bıçaq itiləmək və yaxud bir heyvanı digər heyvanın önündə kesmək, bu kimi şeylər icazəli deyil. Əksinə baxdıqda isə görürük ki, satış üçün, əyləncələr üçün kesilən heyvanlar kesilmir, vəhşicəsinə öldürülür və İslam düşmənlərinin bu kimi şeyləri insanlar arasında, müsəlmanlar arasında yayması təsadüfi deyil. Bununla onlar İslama düşmənçilik etmək istəyirlər və müsəlmanları da doğru olan yoldan azdırmaq istəyirlər. Həmçinin həcc məsələsinə gəldikdə də bu insanların özləri müxtəlif əyləncələrə, müxtəlif tətillərə, həcc ibadətində sərf olunan pullardan qat-qat böyük pullar istifadə edirlər və heç də bununla kasıblara yardım etmirlər. Bundan başqa da həcc ibadəti bir insanın ömründə yalnız bir dəfə vacib olan bir ibadətdir. Bundan başqa qeyd etmək istəyirəm ki, burada məntiqi xəta da vardır. Yəni, iki ibadəti qarşı-qarşıya qoyub ziddiyyət təşkil etdiyini demək yersizdir və doğru hesab olunmur. Məyər həccə gedən insanlar kasıb insanlara yardım etmir? Yəni, İslamda bu şeylərin hamısının özünə məxsus yeri var. Yəni, Allahın buyurduğu həcc ibadəti də yerinə yetirilir. Həmçinin İslam şəriəti kasıba əl tutmağı, kasıba yardım etməyi də əmr edir. Xatırlatmaq istəyirəm ki, qurban kesincəyə qədər icazəli deyil ki, onlar dırnaqlarından, tüklərindən və dərilərindən bir şey götürsünlər. Çünki bu, Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən qadağan edilmişdir. Allah razı olsun İlham müəllim, bu dəyərli və önəmli məlumatları bizimlə paylaşdığınız üçün və həmçinin dəvətimizi qəbul edib qonağımız olduğunuz üçün. Çox sağ olun, Allah sizdən razı olsun. Həmin. Belə əziz izləyicilər, bugünkü buraxılışımızın da sonuna gəldik. Mövzu ilə əlaqəli suallarınız olarsa, şərh bölməsində qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.